Dostlar, namaste. Niyə görə insanlar xəstələnir? O haqda danışmaq istəyərdim. Baxın, biz təbiətdən yaranan məxluqlarıq, şuurlu məxluqlar. Amma bizi təbiətdən çox kənar salıblar. İnsanlar bugün hündür mərtəbələrdə yaşayırlar. Onlar süni yeməklər yeyirlər. Sonra da düşürlər ego xəstəliklərinə, süni həyat, göstəriş üçün bədən gərginləşir, zehin gərginləşir və sən artıq başlayırsan xəstələnməyə. Hər şey başlayır xırda xəstəliklərdən, depressiya, gərginlik, qorxular və bu sonra bədən dözmür və səndən daha böyük, daha mənalı bir xəstəliklərlə qisas alır. Biz bunu necə qarşısını ala bilərik? Əlbəttə, həyatımız öz əlimizdədir. Əgər sən bu günləri nələrisə etməkdə bir bəhanə tapıb deyirsən, deməli sən sadəcə olaraq hələ hazır deyilsən. Bu normal haldır. Zaman keçəcək, daha çox başa düşəcəksən və onda qərarlı olacaqsan. Əsas odur ki, biz fokusumuzu yönləndirə bilək sağlam həyata və onu başlayaq addım-addım yaşamağa. Səyahətlər çox gözəldir. Bizim çox gözəl rayonlarımız var, hara gələ bilərsiniz. Bahalı restoranlarda göstəriş üçün mən getdim filan yerdə qaldım. Yox, mən onu istirahət nəzərdə tutmuram. Tam təbii. Gəlirsən, kənd evində qalırsan, gəlirsən, təbiətin qoynunda olursan, ayaqlarını gezirsən, zehnin təmizlənir, bədənin təmizlənir. Çünki maqnetizm baş verir. Biz ayaqlarını gezəndə əllərimizi qoyuruq otların üstünə. Ana təbiət bizi şəfalandırır. Bədənimizdə, belə deyək, nə qədər dügünlər var, hansı ki o dügünlər sabah hansısa bir xəstəliyə çevirirlər. Biz onları şəfalandırırıq, onları geri qaytarırıq. Ayda bir dəfə, ayda 2 dəfə, fərqi yoxdur. Qış, yay, hər bir fəsil sənin üçün gözəl olmalıdır. Hər bir fəslin geyimi var, ona görə sən heç vaxt düşünmə. Bugün soyuqdur, bugün yağışdır, bugün nədirsə, yox. Sənin qəlbində hər zaman yay olsa, cənnət olsa, sən bütün fəsilləri normal qəbul edirsən. Nə qədər çox egonun içində oldun, onda sən hər şeydən iyrənirsən, heç kimi bəyənmirsən, düşünürsən hamı sənin xətirvə dəymək istəyir, səni alçaltmaq istəyir və kimsə sənə balaca bir dənə kompliment deyəndə sən başlayırsan işıqlanmağa, qanad açırsan, o qədər sevinirsən, o qədər sənə xoş gəlir və onunla sən anlaya bilərsən ki, sən sırf egonun hakimiyyəti altında yaşayırsan. Sənə fərqi olmamalıdır. Kompliment dedilər, demədilər. Sən özün xoş ol, özün işıq saç. Ən gözəl kompliment odur ki, sən bu dünyadasan, sən yaşayırsan, sən sevinirsən, təbəssüm, sənin gözəl bədənin var, ailən var, işin var. Yəni bundan gözəl nə ola bilər? İnsanlardan onu gözləmə, yəni ona alışqan olma. Yeməyə çox alışqan olma. Çünki bizim yediklərimiz çox vaxtı orqanik şeylər deyil. Ona görə biz bədənimizi daha da korlayırıq, zəhərləndiririk. O qədər, misal üçün, şuursuz olaraq qəbul etdiyimiz qidalar bizi məhv edir. Zəhər olaraq hər gün damcı-damcı bədənimizi məhv edir, zehnimizi, əsəbi oluruq. Misal üçün, bilirsiniz, insan ət çox yeyəndə əsəbi olur. Çünki ət 4 saatdan çox, 5 saatdan çox mədədə həzm olunur. Yəni, bütün enerji gəlir sıfıra, o bir yana. Üstəlik, sən sabahsı günü o canlını ki, həyatını alıblar, onu öldürüblər, onun həyəcanı, stresi, qorxusu o ətin bədənində olur. Və sən həmən o ölü, belə deyək, məhsulu qəbul edirsən canlı bədənvə. Yəni biz
təbiətdən yaranmışıq. Biz özümüzü daha gözəl, gümrah, güclü, sağlam hiss edib və olacağıq. Nə vaxt ki biz təbiətin bizə bəxş etdiyi şeyləri yesək, canlının həyatını alaraq yox. Bu əlbəttə ki böyük bir günahdır eyni zamanda. Zaman keçdikcə azalt, o ət yeməkləri biraz azalt. Görəcəksən özünü necə gözəl hiss edirsən. Onu saxla belə vıxadnoydan vıxadnoya. Həkimlər bu günləri sənə nə deyirsə, onlar boş-boş şeylərdir. Mən sizi inandırım. Ay nə bilim, sən belə olacaqsan, sən elə olacaqsan. Çünki o Sovet hökumətinin həkimləridir, hansılar ki universitetdə oxuyublar. Onlarda bir bilik var. İndi balaca bir uşaq bəzi həkimlərdən çox bilir. Çünki dünya dəyişib, informasiya dəyişib. Sən ChatGPT-yə girirsən, görürsən orada nələr, yəni bütün məlumatları sənə verir. Ona görə biraz belə dar düşüncəli olmayın ki, mənim anam deyir ki, yox sən ət yeməsən ölərsən. Yox, heç nə də sənə olmayacaq. Mən bunu tam əminliklə deyirəm. Çünki mən uzun illər, hətta uşaqlıqdan ət yeməyən insanlarla tanışam və onlar özlərini çox gözəl hiss edirlər, məndən də canlıdırlar. Belə baxırsan ki, sən demə bu böyük bir yalan imiş. Amma əlbəttə ki, düzgün qidalanmalısan da. Orada sənin rasionunda müxtəlif şeylər olmalıdır. Yalnız meyvə tərəvəzə oturmamalısan. Orada zülallar olmalıdır. Orada lobya, qreçka, bax bu şeylər çox zəngindirlər. Hətta bilirsiniz, qreçka ətdən də zəngindir. Bugünkü mövzumuz o deyil, amma bilmirəm, içimdən gəldi. Çünki ola bilsin, sən bu məlumatı eşitməliydin. Mən də sənə onu ötürdüm. Təsadüf heç nə deyil. Bir sözlə, bizi şəfalandıran, bizə huzur verən, harmoniya verən, sevgi verən, zənginlik verən təbiətdir. İndi düşünərsiniz, necə mənə təbiət zənginliyi verə bilər, bolluq verə bilər? Əgər sən o dalğaya keçirsənsə, huzur dalğasına, harmoniya, sevgi, sən sağlamsan, sən özünü çox gözəl hiss edirsən. Bir mənalı Allahın səni mükafatlandırır. O sənə gözəl insanlar qarşına çıxardır və o gözəl insanlar sənin həyatının yolunu dəyişirlər. Yəni insanlar insanın həyatını dəyişirlər. Sən Tanrına dua edə bilərsən, nələrsə istəyə bilərsən. Amma sən əgər insanlara qarşı sevgisiz yanaşırsansa, onlara qarşı yalnız pul gözü ilə baxırsan, yalnız biznes gözü ilə baxırsan, o insanlar onu hiss edir və onlar sənə ürəklərini aça bilmirlər. Bilirsiniz necədir? Mən belə çox primitiv deyəcəm. Sən dostluq edirsən 3-5 nəfərlə. Sənin qəlbinin hisslərini onlar hiss edir. Daxilindən nə gedir? Çünki sən daxilini idarə edə bilmirsən axı. Sən ara-sıra gəlib belə neysə istəyəcəksən, neysə deyəcəksən, neysə təklif edəcəksən. Sən o insanları başlayacaqsan qıcıqlandırmağa. Deyəcəklər ki, gəldi qəndə, bu qəndə neysə istəyəcək, qəndə zəng vurur, uşaq telefonu da açmırlar, bilirlər ki, neysə istəyəcəksən. Çünki sən o enerjidə deyilsən. Sən yalnız alım toplayım enerjisindəsən. Ona görə də sən bütün həyatını nə qədər ki o enerjidə yaşayacaqsan, elə düşüncələrlə yaşayacaqsan, əzab içində, qaçışda səni aldadacaqlar, səni yoracaqlar, sən gözləntilər içində nələrsə edəcəksən, ay Allah, niyə mənim bəxtim gətirmədi? Başlayacaqsan deyinməyə və negativdə yaşayacaqsan. Amma əgər sən sevgi enerjisində yaşayırsan, o hiss olunur. Sən insanlardan neyisə qapım-qaçım enerjisində yaşamırsan. Sən birincisi qürurlusan, bədənivi hiss edirsən, daxilivi hiss edirsən. Sən belə seniorsan. İstər-istəməz sənin ətrafında olan insanlar onu hiss edirlər. Başa düşürsünüz necə işləyir? Əksinə, onlar zaman keçdikcə bir hansısa işi və yaxud bir biznesi özləri deyəcəklər ki, yox, gəlin biz bunu onu ilə eləyək. Çünki adam gözü toxdur, adam belə yolçu kimi gəlib sırazı hər şey. Yəni, bilirsiniz, özünü belə çox qürurla aparır. Çünki özünə hörmət edir.
Tanrısına inanır, ona görə başa düşürsüz, Allahına inanır və bilir ki, mükafat necə gəlir. Sən səbr elə, gözlə. Özünü doğrult, necə deyərlər, cəmiyyətin içində. Və sonra mükafatlar sənə dalbadal gələcək. Görəcəksiniz ki, səni orada çağırırlar, bunlar da istəyir, onlar da istəyir. Uca qalırsan, seçim edəsən, kiminlə nə iş görəsən. Bu çox önəmlidir. Mövzumuz bu deyil idi, amma bilmirəm, bu məlumatı da verdim. Yəqin ki, bunu da kimsə eşitməli idi. Əsas bizim sağlamlığımızdır. Özümüzə qarşı sayğı, sevgi, yatırım, idman bizim hobbimiz olmamalıdır. O bizim həyat tərzimiz olmalıdır. Biz onu sevməliyik. Bədənimiz onu istəməlidir. Güclə gedim, ayda bu, nə bilim, 150 manatı, 100 manatı verim pilatesa, yogaya. Ay ana, mən də yogaya gedirəm. Gedirsən, sonra orada əziyyət çəkirsən. İstəmirsən, ruhun istəmir. Çünki zehnin hələ başa düşmür nə edir. Başa düşürsünüz, o əziyyəti özünüzə verməyin. Verməyin. Ondan sonra o pulu, bilmirəm, gəlin rayonlarda istirahət edin, gəlin bir gün burada qalın, 2 gün qalın. Yəni o sənə daha çox faydalı olacaq. Sən onu hiss etməlisən. Sən nəyisə anlayandan sonra, qavrayandan sonra onda onu daha ləzzətli edirsən. Baxın, adi yemək yeyirsiniz də. Mən şəxsən yemək yeməmişdən qabaq dua edirəm. Çox qısa ürəyimdə Tanrıma təşəkkürümü bildirirəm ki, ay Allah, nə gözəl ki, mən bu günləri sən mənə bu neməti verdin, mən xoşbaxtam, yediyim mənim dərmanımdır, mən bilirəm o məni şəfalandırır, nə yaxşı ki varsan, məni tək qoymadın. Bu bilirsiniz nə gözəl titrəşimdir, inanılmaz. Fərqi yoxdur, mən harada olumsa olum, istəyir Four Seasonda olum tədbirdə, istəyir evdə olum, məni heç kim görmür. Mən o duamı etməliyəm. O titrəşimi Tanrıya yollamalıyam. Fərqi yoxdur mənim qarşımda nə yemək olursa olsun. Bu çox gözəldir. Mən onu hiss edirəm, ona toxunuram, enerjimi ona ötürürəm. Çünki o birazdan mən olar. Yəni məni yemək bizi formalaşdırır, başa düşürsünüz. Siz nə yeyirsinizsə, osuz. Və ona görə ona enerjimi yollayıram, ona sevgimi yollayıram və o yeməyi qəbul edirəm. Bu çox gözəldir. Onu hiss edirəm, ondan həzz alıram. Sanki bir ritualdır, sanki bir mükafatdır Tanrı tərəfindən. Mən onu elə qəbul edirəm. İstəyir mənim yoga dərslərim olsun. İndi kim mənim dərslərimdə olub bilir. Mən o qədər sevgi ilə, o qədər sayğı ilə hər bir insanı sanki hiss edirəm. İndividual onu ilə işləməyə başlayıram. Hətta qrup şəklində olsa da mənim hər zaman yanaşmam individualdır. Və hətta 1, 2, 3 dərsdən sonra insanlarda o dəyişimi hiss edirəm. Necə işıq saçmağa başlayırlar. Hətta onların ətrafında olan İnsanlar da deyirlər ki, sənə nə olub, dəyişilmisən, gülərüz olmusan, pozitiv olmusan. Çünki mən o qara pərdəni, o qara enerjini insanın üzərindən çıxardıram. Və o, onu çox gözəl hiss edir. Özü də hiss edir, ətrafı da hiss edir. Deməyim odur ki, nələrisə edəndə biz həvəslə, sevgi ilə fokusumuzu ora yönləndiririk. Baxın, düşünün, bu cür nə gözəl təbiətdir. Mən indi bura gəlsəydim, o Bakıdakı olan məsələlərlə beynimdə, mən buranı hiss etməyəcəkdim. Hər biriniz belə gəlirsiniz. Səyahət edirsiniz, bilmirəm, İtaliyaya gedirsiniz, Maldivə gedirsiniz, Baliyə gedirsiniz. Öz problemlərinizi, öz məsələlərinizi beyninizdə, kimdəsə negativ, kimdəsə pozitiv gətirirsiniz ora. Ona görə də başlayırsınız orada, ay nə bilim, bura niyə çikilidir, bura niyə belədir, bura niyə elədir. Siz harasa gedəndə tam olaraq zehninizi təmiz saxlamalısınız. Biraz telefondan özünüzü uzaqlaşdırın. Müəyyən şeylər sizin əlinizdədir. İstəyəndə edirsiniz, amma istəməyəndə bəhanə taparaq onu sanki özünüzü qorumağa çalışırsınız ki, ay yox, məndə alınmır, belədir, elədir və s. Yəni nə ediriksə biz onu hiss etməliyik, təbiətə bağlı olmalıyıq. Təbiətdən qorxmamalıyıq, sevgi ilə, yəni sizi sağaldan, şəfalandıran sevgidir. Bu hissləri yaşayın və görəcəksiniz ki, necə də xoşbaxtsınız,
2 manatınız olacaq, çox xoşbəxt olacaqsınız, olmayacaq. Yenə də xoşbəxtsiniz, çünki siz zehninizi artıq yönəltdiniz həyatın pozitivinə, sevgisinə. Tanrı bizi çox mükafatlandırıb. Baxın, bunlar hamısı mükafatdır. Bilirsiniz, milyonlarla insan bu şeyləri görə bilmir. Onlar bilmirlər. Mən bir çox insan tanıyıram, onlar həyatlarında dəniz görməyiblər. Yəni, adam dəniz görməyib. Milyonlarla insan xəstədir, onların fiziki qüsurları var, onlar problemlidirlər, bir çox şeylər, dünyalarını dəyişirlər, xəstəliklərlə yaşayırlar, nələr. Amma biz tam sağlam, xoşbəxt, yəni hər şeyimiz var, amma yenə də oturub düşünürük ki, ay Allah, niyə görə mənim villam yoxdur, niyə görə mənim filan şeyim yoxdur, odur, budur. Yəni bu bir zehnin xəstəliyidir, səni ora salıb, o qaçışa və sən artıq onu yaşayırsan həyatında və o sənin həyatına yaxşı təsir göstərməyəcək. Çünki sən həyatın, təbiətin qanunlarını biraz anlamalısan. Gününüz gözəl keçsin, gününüz uğurlu olsun. Ümid edirəm faydalı oldu bu məlumat sizin üçün. Like qoyun, bəyənin, şərt yazın. Mən sizinlə daha çox belə məlumatlarla bölüşəcəm. Namaste.